Hər birinizi salamlayıram. Qeyri-müəyyən şəxsli cümlələr mövzusunun izahına baxırıq. Test toplusunda ikinci hissədən 11-ci sinif üçün nəzərdə tutulub bu testlər. Qeyri-müəyyən şəxsli cümlələr. Birinci suala başlamamışdan əvvəl deyim ki, kanala abunə olmağı və şərh bildirməyi unutmayın. Sizin töhfələriniz vasitəsilə kanalımız günü-gündən böyüyür. Biz də bunlardan motivasiya alırıq. Yəni heç bir təmənna güdmədən, heç bir maddi təmənna güdmədən bu izahları sizlərə təqdim edirəm. Sizin hər birinizdə qarşıdakı imtahanlarda uğurlar arzulayıram. Başlayaq birinci sualımıza. Deyir ki, biri qeyri-müəyyən şəxsli cümlə deyil deyir. Qeyri-müəyyən şəxsli cümləni birinci xatırlayırıq ki, xəbəri larlər olmalıdır. Yəni üçüncü şəxsin cəmində olmalıdır və bu cümlələrin mübtədası olmamalıdır. Yenə də diqqət edirik ki, larlər olsa da fikir hamıya aid olmalı deyil. Yəni xəbər larlərlə ifadə olunub. Larlər şəkilçisi var xəbərdə, amma fikir hamıya aiddir. O ümumi keçəcək artıq. Ümumi olacaq o cümlə. Mübtəda da olmamalıdır bu cümlələrdə. Bir dənə mübtəda olan müəyyən şəxsli cümlədir. Qalan qeyri-müəyyən şəxsli cümlədir, ümumi şəxslidir, şəxssizdir. Bunlar mübtəda olmur bunlarda. Şəxssizdə ümumiyyətlə mübtəda anlayışı olmur. Baxaq görək. İşi bacarmadığına görə onu vəzifədən uzaqlaşdırdılar. Kim uzaqlaşdırdı? Onlar. Deməli, burada biz görürük ki, mübtəda yoxdur bu cümlə. İşi bacarmadığına görə onu vəzifədən. Ona görə də elə yox, deyil deyir. Bu müəyyən şəxsli cümlədir. A-nı keçdik. Sonra keçirik B variantına. Bizi rəisin otağına dəvət etdilər. Eyni forma. Kim dəvət edib? Onlar. Onlar da cümlədə yoxdur. Deməli, bu da qeyri-müəyyən şəxsli cümlədir. Dostu dar gündə tanıyarlar. Tanıyarlar xəbər. Nəyə diqqət edəcək dedim? Larlər olsa da fikrin hamıya aid olmamağına diqqət edəcəyik. Biz də görürük ki, burada fikir hamıya aiddir. Deməli, bu ümumi şəxsli cümlədir. Yəni qeyri-müəyyən deyil. Hamını toya dəvət etmişdilər. Dəvət etmişdilər. Kim? Onlar. Deməli, bu da qeyri-müəyyən şəxsli cümlədir. İmtahanda mənə çox sual verdilər. Deməli, sual verdilər, xəbər. Yox, verdilər xəbər. Nə verdilər? Sualı verdilər. Kim verib sual? Onlar. Deməli, burada da bu qeyri-müəyyən şəxsli cümlə olduğuna görə keçirik variantdan, yazırıq C variantını. İkinci sual. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin deyir. Ona gül bağışlayanlar öz şagirdləri idi. Öz şagirdləri idi xəbər. Kim idi öz şagirdlər? Ona gül bağışlayanlar, mübtəda. Mübtəda varsa bu müəyyən şəxsli cümlə sayılır. Evlərə su çəkilirdi. Çəkilirdi xəbər. Nə çəkilirdi? Su. Artıq burada biz bu da nə olur? Müəyyən şəxsli cümlə sayılır da. Nə sualına cavab verən sözə nəyi sualını da veririk. Çünki elə ola bilər ki, qeyri-müəyyən dirimi tamamlıq olsun da, o qeyri-müəyyən təsirli hal olsun, yəni o nə sualına cavab verən söz. Məsələn, nə çəkilirdi? Su, nəyi çəkilirdi? Alınmır artıq. Ona görə mübtəda da orada, o da müəyyən şəxsli cümlədir. Uşaq ona əziyyət verirdi. Əziyyət verirdi kim? Uşaq. Bu da müəyyən şəxsli cümlədir. Ona görə buradan da keçirik. Ananı bağçada yaxşı qarşıladılar. Kim qarşıladı? Onlar. Onlar da cümlədə yoxdur. Deməli, qeyri-müəyyən şəxsli cümlə elə budur. Qonaqları anamgil hörmətlə qarşıladılar. Qarşıladılar xəbər. Kim qarşıladı bunları? Anamgil. Deməli, mübtəda varsa bu da müəyyən şəxsli cümlədir. Keçdik buradan da. Biri qeyri-müəyyən şəxsli cümlədir deyir. Bizi görəndə uşaqlar çaşdılar. Çaşdılar. Kim? Uşaqlar. Bu müəyyən şəxsli cümlədir. Çünki mübtəda var. Alı kişi ilxını çölə aparırdı. Aparırdı kim? Alı kişi. Burada mübtəda var, keçdik. Günlər adi qaydası ilə ötüb keçirdi. Ötüb keçirdi nə? Günlər. Mübtəda var. Keçdik onda. Bu da müəyyən şəxsli cümlədir. Qonaqlar hörmətlə qarşılandılar. Qarşılandılar xəbər. Kim qarşılandı? Deməli, qonaqlar. Mübtəda var. Deməli, burada da müəyyən şəxsli cümlə sayıldı. Deyir, gecə saat 2-də bizi oyatdılar. Oyatdılar. Kim oyatdı? Onlar. Onlar da cümlədə yoxdur. Deməli, burada elə cavab da budur. Keçirik 4-cü suala. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin deyir. Kimsə səni həyəcanla gözləyirdi. Gözləyirdi xəbər. Kim gözləyirdi? Elə kimsənin özü. Ona görə bu da müəyyən şəxsli cümlədir. Qonağı gülər üzlə qarşılayarlar. Buna görür ki,
Atalar sözünə oxşayır. Mübtəda yoxdur, düzdür. Hamı qarşılayar da, onlar qarşılayar. Buna görə keçdik, bu da qeyri-müəyyən sayılmır, ümumi sayılır. İçəridəkilər gələn qonağı tanımadılar. Tanımadılar. Kim? İçəridəkilər. Mübtəda varsa o da müəyyən şəxsli cümlədir. Bizi oxucularla görüşə dəvət etdilər. Dəvət etdilər, xəbər. Kim dəvət edirlər? Kim dəvət edir? Onlar. Deməli, onlar yoxdur burada. Deməli, cavab da elə budur da. Sözün doğrusunu zarafatla deyərlər. Bu da atalar sözünə oxşayır və mübtəda da onlardır. Fikir hamıya aid olduğu üçün ümumi şəxsli cümlə sayılır bu da. 5. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin deyir. Bayram gimnaziyanı bitirdi. Kim bitirdi? Bayram müəyyən şəxsli cümlədir. Yay yaxınlaşanda el yaylağa köçərdi. Köçərdi. Nə köçərdi? Deməli, el köçərdi. Ona görə də burada mübtəda var, müəyyən şəxsli cümlədir. Səkinəyə bu hərəkətinə görə hər yerdə hörmət edərdilər. Hörmət edərdi kim? Onlar. Bu, deməli, ümumi şəxsli cümlədə deyil, ona diqqət edirik. Ümumi olmasın, bir dənə larlər var. Cavab da elə C variantı olar da 5-də. Baxırıq D variantına. Xanım anasının sözlərini eşidirdi. Eşidirdi kim? Xanım. Müəyyən şəxsli cümlədir. Amma cavab vermirdi. Cavab vermirdi kim? Yenə də xanım. Deməli, bu da müəyyən şəxsli cümlədir. Qarı həmyerlilərinin ona olan hörmətini sevinclə qarşıladı. Kim qarşıladı? Qarı. Bu da müəyyən şəxsli cümlə oldu. Cavab C variantı oldu. 6-cı suala baxırıq. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin deyir. Qeyri-müəyyən. Onun sənədləri müzakirəyə çıxarıldı. Müzakirəyə çıxarıldı xəbər. Bu şəxsiz cümlənin xəbəri olacaq. Çünki özü şəxsiz növ feildir. Ona görə keçdik. Bunun üzərində mübtəda tələb eləmir, larlər də yoxdur orada. İmtahanlara ciddi hazırlaşarlar. Hazırla təkcə sən, yəni hamıya aiddir də bu, təkcə bir adama aid deyil. Mübtəda da yoxdur cümlədə və bu sayılır nə? Ümumi şəxsli cümlə. Bizə qeyri-müəyyən lazımdır. Sanki qeyri-müəyyən şəxsli cümlələrin əvvəlinə bənzətmə modal sözləri, sanki, güya, elə bil. Bu modal sözlərdən artırmaq olur. Və yaxud var, yaxud da ki, özümüzdən artırırıq bunu. Deyir, sanki Səlim ağanın başına bir çomaq vurdular. Vurdular, xəbər. Kim vurdu? Onlar. Yoxdur onlar. Fikir də hamıya aid deyil. Ona görə C variantı qeyri-müəyyən şəxsli cümlədir. Bugünün işini sabaha qoymazlar. Bu da ümumi şəxsli cümlədir. Atalar sözünə oxşayır. Mübtəda da yoxdur. Yayın isti günlərindən birində onlar kəndə gəldilər. Gəldilər. Kim gəldi? Onlar. Mübtəda var, müəyyən şəxsli cümlədir. Keçdik 7-ci suala. 7-ci suala bir dəqiqə üzrlü sayın. Deməli, burada oldu C variantı bu 6-cı sualımızda. Onun sənədləri, burada baxaq görək. Müzakirə çıxarıldı nə? Onun sənədləri. Orada da oldu nə? Müəyyən şəxsli cümlə. Çünki mübtəda var idi orada. Keçdik 7-ci suala. Nümunələrin biri qeyri-müəyyən şəxsli cümlədir deyir. Qeyri-müəyyən şəxsli cümlədir deyir. Döyüşçülərimizi hər yerdə hörmətlə qarşılayırlar. Qarşılayırlar xəbər. Kim? Onlar. Mübtəda da yoxdur cümlədə. Fikir hamıya aid deyil. Qarşılayırlar deyir. Yəni onlar bir qrup insandan söhbət gedir də. Ona görə də A variantının cavab kimi qeyd edilir qeyri-müəyyən. Şöhrətin var hər diyarda. Nə var şöhrətin? Müəyyən şəxsli cümlədir. Keçdik. Xoş sözlə ilanı yuvasından çıxararlar. Hamıya aiddir fikir. Hamıya aid olduğuna görə ümumi şəxsli cümlə hesab olunur bu. İş gününün qurtarmasına az qalır. Deməli, qalır xəbər, nə qədər qalır az. Burada şəxsiz cümlə sayılır. Bu mübtəda tələb etmədiyinə görə. Nəyə az qalır? İş gününün qurtarmasına bu da tamamlıq sayılacaq. Yaman günün ömrü az olur. Az olur xəbər. Nə az olur? Bu da şəxsiz cümlədir. Deyə bilmirsən nə az olur? Yox, olur. Deyə bilirəm. Nə az olur? Yaman günün ömrü. Yox, günün ömrü. Söz birləşmədi, isim bilə. Hansı günün ömrü? Yaman günün ömrü. Yəni, bu müəyyən şəxsli cümlə sayılır. Bizə nə lazımdır? Qeyri-müəyyən. O da A variantındaydı. Qeyri-müəyyən şəxsli cümlə hansıdır deyir. Bizə şəhərin mərkəzində təzə mənzil verdilər. Kim verdi bu mənzili? Onlar. Mübtəda yoxdur cümlədə. Və ona görə də biz elə bunu da cavab kimi götürürük. Yəni qeyri-müəyyən şəxsli cümlə kimi. Mübtəda yoxdur cümlədə. Bəzi tələbələr yataqxanada yer istədilər. İstədilər xəbər. Kim istədi yer? Tələbələr.
Mübtəda varsa müəyyən şəxsli cümlədir. Sözün doğrusunu zarafatla deyərlər. Deyərlər xəbər kim, hamı deyərdi bu sözü. Onlar deyər. Yəni hamıya aiddir və nə sayılır bu? Ümumi şəxsli cümlə. Divarın əyrisi özülündən başlayar. Başlayar xəbər. Nə başlayar? Divarın əyrisi. Deməli, mübtəda varsa müəyyən şəxsli cümlə sayılır. Ailə şərəfini, qürurunu qoruyarlar. Hamıya aiddir. Qoruyar kim? Onlar. Nəyi qoruyarlar? Ailə şərəfini, qürurunu, ayrı tamamlıqlar. Yəni, bu da müəyyən şəxsli cümlə, özür istəyirəm, müəyyən yox, ümumi şəxsli cümlə sayılır. Çünki atalar sözünü oxşayır. Qeyri-müəyyən şəxsli cümlə hansıdır deyir? Qeyri-müəyyən şəxsli. Güya Qızılcaya qarşı mübarizə aparmağa bacarmırlar. Bacarmırlar, sanki güya elə bil. O sözlərin artımı olur. Kim bacarmır? Onlar. Deməli, bu qeyri-müəyyən şəxsli cümlədir. Mübtəda da yoxdur cümlədə. A variantının cavab kimi qeyd eləyirik. Keçirik B-yə. Maşını daha rayon mərkəzinə sürdürmədim. Sürdürmədim. Kim? Mən. Mən mübtədasını tələb eləyir. O da müəyyən şəxsli cümlədir onda o. Qeyri-müəyyənlərin xəbəri isə lar olmalıdır. Məcidin bu sayaq zalımlığına dostları heç inanmırdılar. İnanmırdı kim? Dostları. Mübtəda varsa müəyyən şəxsli cümlədir. Onlar bunu məndən gizlədirlər. Gizlədirlər kim? Onlar. Burada da mübtəda var. Keçdik. Bu da müəyyən şəxsli cümlədir. Kimsə həyətə girmədən hasarın dalından onu harayladı. Kim harayladı? Kimsənin özü. Burada da mübtəda var və müəyyən şəxsli cümlə hesab olunur. Biri qeyri-müəyyən şəxsli cümlədir. Qeyri-müəyyən. Onu qarşılamağa gələnlər dinməzcə oturub gözləyirdilər. Gözləyirdilər kim? Kim gözləyirdi? Onu qarşılamağa gələnlər mübtəda sayıldı və müəyyən şəxsli cümlə hesab olunur. Son vaxtlar kənddə yalnız bu hadisə haqqında danışırdılar. Kim danışırdı? Onlar. Yoxdur onlar cümlədə və fikir də hamıya aid deyil, yəni atalar sözü kimi deyil. Ona görə B variantı qeyri-müəyyən şəxsli cümlədir. Atlılar qalanın aşağı tərəfindən enib dərəyə doğru irəlilədilər. İrəlilədi kim? Atlılar. Mübtəda varsa müəyyən şəxsli cümlədir. Bülbüllər yenə həzin-həzin ötürdü. Ötürdülər. Nə ötürdü bülbüllər? Mübtəda varsa müəyyən şəxsli cümlə. Əşrəfgil nəfəslərini dərmədən yol gedirdilər. Yol gedirdilər, xəbər. Yol gedir xəbər. Kim yol gedirdi? Əşrəfgil. Mübtəda var, müəyyən şəxsli cümlədir. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin deyir. Kimsə, burada cavabı qeyd elədikmi? B variantı 10-cuda. İndi 11-ə baxırıq. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin deyir. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Kimsə qapını həyəcanla döyürdü. Qeyri-müəyyəndə larlər olmalıdır. Ona görə heç baxmıram. Orada özü müəyyən şəxsli cümlədir. Sizi telefona çağırırlar. Çağırırlar. Kim? Onlar. Yoxdur onlar cümlədə. Və fikir də hamıya aid deyil. Yəni atalar sözü kimi deyil. Cavab da elə B variantı olacaq. C-yə baxırıq. Yıxılana balta çalmazlar. Bu atalar sözünə oxşayır. Və nə sayılacaq? Müəyyən şəxsli yox, ümumi şəxsli cümlə olacaq. Deməli, çalmazlar, baltanı, yıxılanı, kimədək, bu da tamlıq. Keçdik. Yanvar ayının 20-si idi. Yanvar ayının 20-si birlikdə olacaq. Hamısı xəbər və şəxssiz cümlənin xəbəridir bu. Keçdik bu variantına da. Bizə cavabımız B idi onsuz da. Qeyri-müəyyən lazım idi. Biz dünən yola düşməli idik. Yola düşməli idik xəbər. Kim? Biz. Mübtəda var, müəyyən şəxsli cümlədir. 12. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin deyir. Yeməyin payını yeyərlər. Lar olanda dedim ki, diqqət edəcəyik ki, fikir hamıya aid olmasın. Əgər qeyri-müəyyən olmağını istəyiriksə. Həm mübtəda olmasın, həm də fikir hamıya aid olmasın. Biz də fikir veririk ki, bu nədir? Fikir hamıya aiddir də. Bu qeyri-müəyyən ola bilməz. Ümumi şəxsli cümlə ola bilər. Babalar nəvələrini çox sevirlər. Sevir xəbər. Kim? Babalar. Müəyyən şəxsli cümlə sayılır bu. Bəlkə bu yerlərə bir də gəlmədim. Gəlmədim xəbər. Kim gəlməsin? Mən. Birbaşa mübtəda tələb eləyir. Yəni larlər də yoxdur orada. Müəyyən şəxsli cümlədir bu. Tələbələr iməcillikdə fəal iştirak edirdilər. İştirak edirdi xəbər. Kim? Tələbələr. Deməli, burada mübtəda var. Keçdik buradan. Müəyyən şəxsli cümlədir bu. Qonaqları dünən gecə yola saldılar. Yola saldılar. Kim? Onlar.
kimi qonaqları bu belə gedir. Və fikir də hamıya aid deyil, yəni atalar sözü kimi deyil. Cavab da Y variantı olacaq. Ondan sonra keçirik 13-cü sualımıza. 13. Buradadır. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin deyir. Yıxılana balta çalmazlar. Eyni bayaq tapmışdıq da bunu. Bu nə sayılırdı? Ümumi şəxsli cümlə. Çünki fikir hamıya aiddir. Keçdik bunun üzərinə. Bəli, indi sizi də çağıracaqlar. Çağıracaqlar xəbər. Kim çağıracaq? Onlar. Fikir də atalar sözü kimi olmadığına görə, yəni hamıya aid olmadığına görə cavab da elə budur. Mübtəda da yoxdur cümlədə. Buraxılıb mübtədası. Qaranlıq yerə daş atmazlar. Atmazlar. Kim? Hamı daş atmaz da. Təkcə bir adam yox ki. Buna nə deyərlər? Ümumi şəxsli cümlə deyərlər buna. Nə bir günə çatdıq, nə kama yetdik. Yetdik, kim biz, çatdıq, kim biz. Mübtəda tələb eləyir də biz mübtədasını. Müəyyən şəxsli cümlədir. Oğlum, adın düşüb bütün dillərə. Bu cümləni düzəltək. Oğlum, bütün dillərə adın düşüb. Ona görə də burada nə edirik? Düşüb xəbər eləyirik. Nə düşüb? Adın düşüb. Ona görə burada nə sayılır bu? Müəyyən şəxsli cümlə. Keçdik. Cavab B oldu orada. 14. Biri qeyri-müəyyən şəxsli cümlədir. Qeyri-müəyyən. Hər qaba bir papaq qoyarlar. Qoyarlar xəbər, nə qoyarlar, neyi qoyarlar daha doğrusu papaq. Kim qoyar? Onlar qoyarlar. Və fikir hamıya aiddir deyənə ümumi şəxsli cümlə sayılır bu. El nəğməsini eldən öyrəndilər. Öyrəndilər, xəbər. Kim? Onlar öyrəndilər. Onlar da yoxdur. Fikir də bir qrup insana aid, yəni hamıya aid deyil və sayılır qeyri-müəyyən şəxsli cümlə. Hər axan suya araz deməzlər. Deməzlər, deməli burada araz deməzlər deyək də. Bu bilmir, belə vəziyyətdə. Bayaq da belə bir şey çıxmışdı. Tamamlıq deyərik də orada. Araz deməzlər. Götürdük birlikdə bunu. Bu fikir hamıya aid olduğu üçün sayılır ümumi şəxsli cümlə. Nəyə araz deməzlər? Hər axan suya. Yox, axan suya özür istəyirəm. Yox. Belə olacaq. Nəyə deməzlər? Suya. Hansı suya? Axan suya. Yox, bunu belə eləyəcək. İkisini birlikdə təyin. Niyə belə eləyirəm? Çünki feili an var ya burada, feili sifət çəkilcisi. Onun qabağında təyin götürməzlər. Yəni feili birləşmənin qarşısında təyin götürmürlər. Hansını birlikdə eləyirlər. Yəni bunu götürdük bunu nə? Ümumi şəxsli cümlə. Davada qılıncı borc deyir, davada qılıncı borc verməzlər. Bu da ümumi şəxsli cümlədir. Borc verməzlər. Kim? Onlar. Fikirdə hamıya aiddir. Nəyi qılınc? Dəvətsiz qonağı köpək qarşılar. Qarşılar. Nə qarşılar? Köpək. Mübtəda varsa müəyyən şəxsli cümlədir. Keçdik 15-ci suala. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edindir. Bu məktubu Gülşəndən başqa heç kim oxumayıb. Larlar yoxdur burada. Ona görə keçdim. Namərd qapısına xahişə getməzlər. Təkcə sən yox, hamı. Yəni ümumi şəxsli cümlədir. Nədənsə qonaqlar qapıya tərəf baxırdılar. Baxırdı. Kim? Qonaqlar. Mübtəda var, ona görədir. Bu da müəyyən şəxsli cümlədir. İşi dayandırmağa bizə rəsmi surətdə əmr ediblər. Əmr ediblər. Kim? Onlar əmr edib. Və ümumi şəxsli cümlə deyil, qeyri-müəyyən şəxsli cümlədir bu. Dost sirrini heç qardaşa da deməzlər. Bu da fikir hamıya aid olduğuna görə ona deyirlər ümumi şəxsli cümlə. Cavab oldu D variantı. Keçdik 16-cı sualımıza. Qeyri-müəyyən şəxsli cümlələrlə bağlı doğru fikirlər müəyyən edin. Şəxsiz cümlələrdən fərqli olaraq mübtədasını təxmini şəkildə müəyyənləşdirmək mümkündür. Yəni onlar qoyarıq da yerinə. Məsələn deyir ki, işi vaxtında gördülər. Kim gördü? Onlar. Şəxsizlərdə heç təsəvvür olunmur. Yəni mübtəda təsəvvür etmək olmur orada. Bu tipli cümlələrin qurulmasında bəzən sanki elə bil güya kimi sözlərdən istifadə edilir. Bəli, modal sözləri qoymaq olur. Bir qayda olaraq atalar sözləri şəklində olur. Bu ümumi şəxsli cümlələrə aiddir. Mübtədası müxtəlif şəxslərdə ola bilir. Mübtədası müxtəlif yox, üçüncü şəxsin cəmində olur. Larlər. Xəbəri üçüncü şəxsin cəmində olur. Bəli.
Larlər nə olur? 1, 2, 5 A variantı oldu 16-cı sualımız. Növbəti izahımız ümumi şəxsli cümlələr haqqında olacaq. İzaha baxdığınıza görə təşəkkür edirəm. Fikirlərinizi bildirməyi, kanala abunə olmağı unutmayın. Hər birinizə bir daha təşəkkür edirəm. Sağ olun.